Salam əziz müəllimlər və şagirdlər. Mən Paşayeva Aytəkin. Yenidən sizinləyəm. 7-ci sinif Namazov çalışmalar kitabından üçbucaqların konqruentliyinin 3-cü əlaməti mövzusunun çalışmalarını sizinlə izahını bölüşəcəyəm. Buradakı, yəni bu çalışmadakı suallarda ikinci əlaməti və birinci əlamətində olduğu kimi çoxsu isbatdır. Mən də çalışacağam ki, sizlərə bu isbatın asan yollarını başa salım. Deməli, uşaqlar, sizdən yenə kiçik bir xahişim var ki, izaha keçməmişdən qabaq xahişimi edim sizdən. Kanalımıza dəstək olmağınızı istəyirəm, abunə olmağınızı istəyirəm. Baxıram, faydalanırlar, amma abunə olmurlar. Və sizdən xahiş edirəm ki, mənə abunə olun, yəni kanalıma dəstək olun ki, daha çox sizin üçün faydalı olmağa çalışım və bu faydalı videoların da davamı gəlsin. Keçək dostlar izaha. Birinci suala baxaq, şəkil 26-ya baxacağıq. Deməli, bizə nə deyir? İsbat edin ki, üçbucaq ABC bərabərdir üçbucaq PQR-ə. Gəlin isbat edək. Başlayaq isbata. İsbat. Uşaqlar, məsələdə bizə verib, nəyi verib? Bax, verilir. Nə verilir? AM-in bərabərdir PN-ə. Bərabər olduğu verilir. BC-nin QR-ə bərabər olduğunu verir və bucaq AMB-nin bucaq PNQ-ya bərabər olduğunu verir. Və biz bunu isbat etməliyik. Bu verilənlər bizə işimizə çox yarayacaq. Ona görə çox diqqətli olmaq lazımdır. Baxın, AMB bucağı PNQ bucağına bərabərdir. AMB bucağı budur. Baxın, PNQ. Bu bucaqda verilir ki, budur. Gəlin bunları göstərək. Bax, belə eləyək. Bu alfadır, bu alfadır. Və AM PN-ə bərabərdir. Bunu bir rənglə göstərək. BC'də QR-ə bərabərdir. Bu AM və PN median olduğuna görə AM və PN median olduğuna görə median olduğu üçün AM bərabərdir MC-yə. QN də bərabərdir NR-ə. Və buradan da bizə nə vermişdi məsələdə? BC-nin QR-ə bərabərliyindən. Buradan da bax, belə olduğuna görə, BC QR-ə bərabər olduğuna görə yəni bu buna bərabərdir. Bunlar da bir-birinə bərabər olan deyil. Bunlar üçü də bir-birinə bərabər olur. Yəni AM bərabərdir MC bərabərdir QN bərabərdir NR-ə. Belə çıxdı ki, bu tərəf bu tərəfə bərabərdir. Hətta bu tərəf də bərabərdir. Bu medianlar da zaten bizə bərabər olduğunu vermişdir. Və mən onda nə edəcəm? Buradan da belə çıxır ki, mən nə alacağam? Tərəf, hansı üçbucağa baxıram? İlk öncə üçbucaqların adını yazıram. Üçbucaq ABM və üçbucaq PQN. Baxaq. Bu üçbucaqda bunlara baxanda TBT əlamətinə görə, yəni AM bərabərdir PN, BM bərabərdir QN və AMB, bucaq AMB bərabərdir PNQ-ya. Olduğu üçün TBT əlamətinə görə bu üçbucaq ABM bərabər olur üçbucaq PQN-ə. Bu üçbucaqların bərabərliyini alandan sonra belə çıxdı ki,
Belə çıxdı ki, AB tərəfi PQ tərəfinə bərabərdir. Yəni buradan çıxar ki, AB bərabərdir PQ olar. Hə, AB PQ-yə bərabərdirsə, AB PQ-yə bərabərdirsə və BC-nin də QR-ə bərabərliyini vermişdi özü. Məsələdə verib. İndi baxaq görək, bir dənə qalır PC-nin. Burada da eyni qayda ilə, bax rəngi dəyişirəm. Eyni qayda ilə AMC üçbucağının PNR üçbucağına bərabərliyini verərəm. Üçbucaq AMC bərabərdir üçbucaq PNR. Hansı əlamətə görə TBT? Yəni bu bucaq alfadısa burada beta olacaq. Eyni qayda ilə burada beta olacaq. Bu tərəf bu tərəfə bərabərdir. Bu tərəf də bu tərəfə bərabərdir. Həmən bax buradakı bu isbatda nə demişəmsə eyni qayda ilə həmin bu isbat gəlir çıxır ora. Onda bu bərabər olarsa TBT-yə görə üçbucaq AMC bərabərdir üçbucaq PNR olanda çıxır ki AC bərabərdir PR olmuş olur. Hə. Mən də sübut elədim ki, üçbucaq ABC və üçbucaq PQR-də AB bərabərdir PQ-ya, BC bərabərdir QR-ə və AC də bərabərdir PR-ə. Yəni bunlar bərabər olduğuna görə üçbucağın kongruentliyinin üçüncü əlamətinə görə tərəf əlamətinə görə aldıq ki, yəni isbat etdik ki, üçbucaq ABC bərabərdir üçbucaq PQR. Deməli, isbat olundu. Biraz uzun oldu, amma isbat olundu. Yəni, isbat məsələləri belə olur. Yəni, deməyin ki, niyə belə uzun oldu? İsbat məsələləri genəldə belə olur. Bu şəkildə almış olduq. İndi ikinci suala baxırıq. İkinci sualda da bu şəkildə olacaq. Deməyəcəm, birini izah elədim, digərini özünüz eləyin, mən yenə eləyəcəm. Amma ikinci məsələdə kiçik düzəliş eləyəcəyik. Niyə? Yazır ki, şəkil 27. Şəkil 27-yə baxıram, burada PQ yoxdur. Deməli, burada səhv düşüb, bu şəkil 26-ya baxmalıyıq. Və burada da yenə kiçik bir səhv var. Nədir? Bunu silirəm, yenə deyəcəm. AB tərəfi buradır, bərabərdir PQ-ya. Elə deyilmi? AC tərəfi buradır, QR tərəfi də buradır. Eləmi? AC. Bir dəqiqə. AC tərəfi buradır, QR tərəfi də buradır. AC tərəfi QR tərəfi olmamalıydı. Başa düşdünüzmü? QR tərəfi olmamalıydı. PR olmalıydı. Bu Q-nu silirəm, PR olmalıydı. Çünki QR olsaydı, məsələ ümumiyyətlə düz gəlməyəcəkdi. Fikrim aydın oldu. Bu Q yox, P olmalıdır. Q-nun yerinə P olmalıdır. PR. Və ondan sonra məsələni normal şəkildə həll etmək mümkündür. Deməli, AM də P-nə bərabərdir. Yəni, buna bərabərdir. Mediandır. Medianlar olduğunu da bizə verib. İndi isbat edin ki, gəlin ikinci çalışma, ikincini yazaq. Çalışma 2. Deməli, verilir. Nə verilir? AB-nin PQ-ya, AC-nin PR-ə və AM-in PN-ə bərabər olduğunu verir. Deyir, isbat edin ki, üçbucaq ABC bərabərdir üçbucaq PQR-ə. Gəlin, isbat eləyək. Buradan da yazıram isbatı. Başlayaq. Verilənləri yazdıq.
Deməli, AC-nin PR-ə bərabər olduğunu verir. AC. Baxın, AC buradır. PR-ə bərabər olduğunu verir. Xətləyirəm. Yəni, qırmızı xətlər bir-birinə bərabərdir. AB-nin də PQ-yə bərabər olduğunu verir. AB-ni də qara xətlə xətləyirəm. PQ-nu da qara ilə eləyirəm ki, eyni rəngdə olanlar bir-birinə bərabərdir. AM. AM də PN-ə bərabərdir. AM PN-ə bərabərdir. AM-in rəngini də, məsələn, bu rəngdə eləyirəm, PN-ə bərabərdir. İndi başlayaq bu üç bucaqların bərabər olmağını sübut eləməyə. Uşaqlar, dediyim kimi, bu məsələdə nəsə problem var. Baxıram, bunları düzəliş elədim, amma verilənin biri nəsə çatışmır. Verilənin biri nəsə çatışmır. Çünki şəkil 27 yazıblar. Şəkil 27 budur. Şəkil 27 bu şəkil 26-ya uyğun məsələdir. Amma burada nə isə çatmır. Yəqin ki, məsələ bu bucaq bərabər olduğunu verməliymiş. Burada verməyib. Əgər bucaq bunun da verirsə, əgər AMB məsələn hər hansı bir bucağın bərabər olmasını verirsə, elə buradakı kimi bir isbat gedir. Yəni burada məsələdə nəsə çatışmır. Ona görə bunu saxlayıram, keçirəm üçüncüyə. Birinci ilə ikinci paşti eynidir. Sadəcə olaraq çatışmır. Nə çatışmadığını artıq mən deyə bilmərəm. Çünki orada məsələdə verməyib. Ona görə də birincini isbat elədik. İndi keçək üçüncüyə. Deməli, AB bərabərdir CD-yə verilir, yazaq, verilir. Nə verilir? AB-nin CD-yə bərabər olduğunu verir. AC-nin BD-yə bərabər olduğunu verir. İspat edək ki, ispat edin ki, bucaq CAD bərabərdir bucaq BDA-ya. Bunu ispat edək deyir. İspatı. Gəlin baxaq. Şəkil 27. Şəkil 27 isə artıq buradadır. Verilənləri yazdıq. AB-nin CD-yə bərabər olduğunu verdik. AC-nin BD-yə bərabər olduğunu verdik. AC eyni rəngdir. BD bərabər olduğunu verdik. İndi bizə deyir ki, CAD bucaq CAD-nin bucaq BAD-yə bərabər olduğunu, BDA-ya bərabər olduğunu ispat edin. İspat edək ki, bunlar bir-birinə bərabər. Gördüyümüz kimi uşaqlar, bu trapesiya necə trapesiyadır? Bərabər yanlı trapesiyadır. Bərabər yanlıdır. Niyə? Çünki AB tərəfi CD-yə bərabərdir. Çünki CD-yə bərabərdir. İndi o zaman bu bərabər yanlı trapesiya olanda o zaman bu bərabər yanlı olanda bu bərabər yanlı trapesiya olarsa, bərabər yanlı trapesiya olarsa, BD də bərabərdir AC olar. Aydındırmı? Və bu bucaq zaten buranı bir beta yazıram. Burada bir beta olsun. Necə bucaqdır? Qarşılıqlı bucaqdır. Və buranı O nöqtəsi yazanda bərabər yanlı trapesiya olmağına görə, bərabər yanlı trapesiya olduğuna görə deyirik ki, O da bərabərdir OD-yə. Bunu da bildik. Yəni bu da bərabər yanlı olduğuna görə belə olur. Yəni həm bu belə olar, yəni o olar. Belə yaza bilərik. Və bu betadırsa, burada beta olacaq. Baxın, bunu silirəm, belə deyək də.
Rəngi dəyişib göstərim sizə. Deyirəm ki, bura betadırsa, burada beta olacaq. Yəni bucaq BOC bərabərdir bucaq AOD olar. Qarşılıqlı olduğuna görə, qarşılıqlı bucaq olduğuna görə. Və biz dedik ki, bərabər yanlı trapezi olduğuna görə AO bərabərdir OD-yə görə, yəni bu üç bucaq AOD bərabər yanlı olar. Bərabər yanlı üç bucaq olar. O zaman alınır ki CAD bucaq CAD bərabərdir bucaq BDA-ya. BDA-ya. Все, ispat olundu. Deməli, ispat olundu. İspat olundu. Bu qədər sadə. Baxın, bu qədər sadə. Dördüncü sualdan davam eləyək. Yenə verilənləri yazaq. Dördüncü sualda verilənləri yazaq. Bucaq AOD, çünki şəkil 28-ə baxanda verilənlər gözümüzün qarşısında olsun. Bucaq AOB. Bucaq DAC bərabərdir bucaq BAC. Və ABC üçbucağı, ADS üçbucaqlarının kongruent olduğunu ispat edin. İspat edin ki, ABC bərabərdir ADS-yə. Üçbucaq ADS. İsbatı. Gəlin baxaq. Deməli, verilənləri düz yazdıq mı? Gəlin şəkil 28-ə baxaq. Artıq bizim işimiz şəkil 28-dəndir. AOD. Uşaqlar, burada AOD. Onu görən varmı o nöqtəsini? Ay Allah. Bu şəkil 28 yazıq. Gəlin şəkil 27-yə görə ispat eləməyə çalışıq. Şəkil 28 yazıb, amma burada o nöqtəsi yoxdur. Axı, bunu niyə belə veriblər? Bunlara mən nə deyim? Yaxşı, gəlin baxaq. Şəkil 27-yə görə ispat elə. Şəkil 28-də baxın, özünüz də baxın. AOD. O nöqtəsi harda var? Şəkili verir, o nöqtəsi yoxdur. Burada yenə o nöqtəsini burada yazmaq olar. Burada o nöqtəsini mən hara yazım? Siz düşünün, özünüz baxın. Başı çıxan savadlı uşaqlar özü biləcək ki, mən nə deyirəm. Başı çıxmayanlar da ağzına gələni yazacaq orada. Amma savadlı, oxuyan, çalışqanlar biləcək ki, mən nə deyirəm. İndi baxın görək, 27-yə görə bunu ispat eləmək olar, yoxsa yox. Bucaq DAC-nin BAC-yə bərabər olduğunu, DAC-nin DAC budur. BAC-yə bərabər olduğunu verir. DAC-nin BAC-yə bərabər. Bura tutaq ki, alfadır. İndi bunu özüm 27-yə görə baxıram. Görün bir şey çıxır, yoxsa yox. Çıxmasa, demək ki, məsələdə yenə nəsə verir. AOD buradır. AOB-də ümumiyyətlə, AOB-də buradır. Bu, buraya necə bərabər olar? Yenə də kör-köranə veriblər. Düzgün deyil. Bunlar cəmi 180 sözüm yoxdur. Nəysə, dördüncü məsələyə də bir kres qoyuram. Verilən düzgün verilməyib. Yenə də özünüz də baxarsınız. Mən dediyimə gələcəksiniz. Təsdiqini tapacaq. Özünüz məktəbdə də işləyəndə görəcəksiniz. 5-ci sualla davam eləyək. Nə qədər də həvəslənib qəşəng verilir yazmışdıq. AOD bərabərdir AOB-yə. Nə deyim vallah. 5-ci məsələyə baxaq, gəlin. Şəkil 28-ə verir 5-ci məsələdə də. Bir dənə baxın. Şəkil 28-də o hardadır?
Ümumiyyətlə uşaqlar, deməli şəkil 28-də o nöqtəsi yoxdur. Şəkil 28-ə aid olan sualları üstdən xətt çəkirəm, izah eləmirəm. Onları, yəni çünki əsəbləşdim, nəysə orada nəsə əmmalar var. Vaxtımızı itirməyin onlarla. 7-ci sualdan başlayaq. 7-ci sualda məsələmizə baxaq, verilənlərə baxaq. 7. Deməli 7-də. İndi bunu evə müəllimləriniz verəcəkdilər. Bu sualları evə. Namazov çalışmalar hansı ki mən izah eləmədim. Siz də eləyə bilməyib gedəcəksiniz haqlı olaraq. Siz onu tələb eləyin müəlliminizdən ki, sizə onların izahını versin. Bunun isbatını əgər sizə evə versə, siz ondan tələb eləməlisiniz. Siz eləyə bilməyəcəksiniz onu. Çünki səhvlik var məsələdə. Sizi yəni günahkar çıxartmağı ucu düz gəlməyəcək. Çünki özü isbatını versin, sonra sizdən ondan, o sizdən tələb eləsin. Yəni məni sözümü yanlış anlamayın. Çünki orada məsələlərdə nəsə xoşuma gəlmədi. Bir 3 dənəsinə, 4 dənəsinə baxdım, ucu əsəbləşdim. Ona görə o birlərə baxmıram. Ona görə kreslədim. İndi əgər müəlliminiz sizə izah eləyərsə, nə gözəl. Nə gözəl. Yəni deməyim odur ki, eləyə bilməsə, siz özünüz tələb eləmək haqqınız var müəlliminizdən. 7-ci suala baxaq. AB-nin BC-yə bərabər olduğunu verir. Şəkil 29-dan baxacağıq. AB bərabərdir BC. AF bərabərdir KC. Bucaq DKA bərabərdir YF, bucaq YFC. YFC. Aha. AB, baxın, AB bərabərdir BC-yə. Bu necə üçbucaq oldu? AB BC-yə bərabər olarsa, bərabər yanlı üçbucaq oldu. Bura alfadırsa, burada alfa olur. Bildiyimizə görə, bərabər yanlı üçbucaqdırsa. Burada alfa oldu. İndi bizə deyir ki, AF. AF hanı? AF, baxın, AF-ni qara rənglə göstərirəm, eyni rəngi olsun. AF-yə bərabər olan KC-dir. Buranı da qara ilə göstərirəm ki, bunlar eyni rəngdilər, bir-birinə bərabərdirlər. Və deyir ki, olduqda bucaq DKA, DKA. DKA bucağı burada alfa yox, beta yazaq. Çünki alfanı işarə eləmişik. Bura beta, DKA. Və YFC, bucaq YFC. Burada bir beta olsun. Çünki bir-birinə bərabərdir, eyni adlandırıram. Olarsa AD-nin YC olduğunu AD ispat edin ki, AD bərabərdir YC olduğunu ispat edin. Gəlin ispat edək isbatı. AD bərabərdir YC olduğunu ispat edin. AD buradır, YC də buradır. Bunun buna bərabər olduğunu ispat eləyək. Baxaq, deməli mən üçbucaq ADK-ya baxıram. Üçbucaq ADK və üçbucaq ADK-ya və üçbucaq YFC-yə baxıram. Baxaq. Bu üçbucaqda YFC. Bura bu tərəf var. Qoyun başqa rənglə göstərim. Hansı tərəfi deyirəmsə. Qırmızı ilə göstərim. Bax, bu tərəf M-dir. Ortaqdır. Burada N-dir, burada N-dir. Onda FC tərəfi, FC bərabərdir M plus N. Və eyni qayda ilə FC tərəfi hansı üçbucağa aiddir? YFC. Üçbucaq YFC-də. Və indi AK tərəfi də yenə M plus N olur. Bu hansı üçbucaqdadır? ADK-da. Üçbucaq ADK-da. Deməli, belə çıxdı ki, FC bərabərdir AK olduğunu bildik. Oldu. Bu belə oldu. İndi bu üçbucaqda nələr bərabərdir? 2 dənə bucaq bərabərdir. Alfa bucağı, bir də beta bucağı. 2 bucaq var, ona bir şey tərəf. Məsələn, baxın, bu tərəflər bərabər oldu. Bunda da bu tərəflər bərabər oldu. Bir bu bucaq, bir də beta bucaqları bir-birinə bərabər oldu. Və arada qalan bucaqlar. Buna görə də nə oldu? Hansı əlamətə görə? Bucaq tərəf bucaq. BTB əlamətinə görə
isbat elədik ki, belə deyək də, isbat etdik ki, nə isbat etdik? Bu üçbucaqlar bərabərdir. Hansı ki, üçbucaq ADK bərabərdir üçbucaq YFC-yə. YFC-yə. Bu isbat olundusa, buradan da dərhal çıxır ki, AD bərabərdir YC. Deməli, məsələ isbat olundu. İspat olundu. Baxın, bu qədər. 8-ci şəkilə baxaq. 8-ci məsələyə baxaq. Yenə 29-cu çalışma 8. 29-cu şəkilə aiddir. Yenə verilənlərə baxaq. Verilənlər burada yazılıb. AB, yenə AB BC-yə bərabərdirsə, mən dərhal deyirəm alfa bucağı, beta bucağı, alfa, bunlar alfa bir-birinə bərabərdir. Və AK KC-yə bərabərdir. AK, gəlin yazaq. AB bərabərdir BC, AK bərabərdir CF-ə, AFY, bucaq AFY bərabərdir bucaq CKD-yə. İspat edin ki, BD bərabərdir BY-yə. BD indi də bu tərəfin bu tərəfə isbat sübut olunduğunu deyir. Eyni qaydanla gedəcək uşaqlar. Baxın, uzunçuluq olmasın. Bax, burada nə yazmışıqsa, hamısı eyni gedir. Bu teoremin arxasınca getsək, yəni bunun davamıca, gəlin yaxşı, tam şəkildə gedək əvvəldən. İsbatı. Tamam, əvvəldən özüm bunun isbatını gedirəm. Deməli, nə edirəm? Mən nə etməliyəm? Bunu isbat etməkdən ötürü bunu isbat etmək üçün üçbucaq ADK-nın üçbucaq YFC-yə bərabərliyini isbat etməliyəm. Bunun üçün gəlin başlayaq. Bunun üçün demək, uşaqlar, bunun üçün nə edəcəm mən indi? 8-ci məsələdəyik də. Bunun üçün mən bilirəm ki, baxın, bu bucaq bu bucağa bərabərdir. Yəni, bunun üçün bax, bu bizə nə verir? AF yox. AK-nın SF-yə bərabər olduğunu bunun üçün. AF bərabərdir. AF niyə deyirəm? AK bərabərdir FC. Bunu bilirəm. Və mən bilirəm ki, bucaq B yox, DAK bərabərdir bucaq YSF. Bunlar bərabər olduğunu bilirəm. Demək, indi mən bura bir məsələn beta bucağı desəm, burada çarpaz bucaq olur, beta olur. Elə deyilmi? Eyni qayda ilə burada bir məsələn teta bucağı desəm, çarpaz bucaq olur, burada bir teta bucağı olur. Amma bunların beta teta olmağının önəmi yoxdur. Bunlar bərabərdir. Niyə? Bu bucaq betadırsa, burada betadır. Çünki bu bərabər yanlı üç bucaq olduğuna görə,
Yəni bu da bir-birinə bərabər olacaq. Beta, beta. Deməli, dedik ki, bura beta, bura beta. Onun beta olmağı hardan gəlir? Əgər sizə sual yaransa, məsələn, demək, burada alfa olur, burada alfa olur. Çarpazlığa görə də, paralelliyə görə. Baxın, bura alfadırsa, bura alfadırsa, burada alfa olur dedik. Bura alfadırsa, burada alfa olur. Çarpazlığa görə. Daxili bir tərəfli bucağa görə. Onda buradan qalan hissələr bərabər olur. Və deyirəm ki, bu betadırsa, burada beta olur. Və buradan belə çıxır ki, bura hər hansı bucaqdırsa, bura qarşılıqlı bucaq, bu hissələr də. Məsələn, burada beta, burada beta olur. Yəni, bu bucaqlar bərabər olur. İndi biz buradan belə çıxır ki, bir üç bucağın iki bucağı və bir tərəfi bərabər olur. Yəni, bu alfa bucağı, bir beta bucağı. Digər üç bucaqda alfa bucağı, bir bu beta bucağı. Yəni, B, T, B əlamətinə görə çıxır ki, üç bucaq A, D, K belə deyək, bərabərdir. Üç bucaq Y, F, S oldu. Bunu aldıq. Bunu sübut elədik ki, aldıq. Onda buradan belə çıxır ki, buradan çıxır ki, A, D bərabərdir, Y, S olar. Bu əgər olarsa, yəni olar, o zaman A, D, bu D'dir. A, D, bu Y, S'dir. A, D bərabərdir, Y, S olarsa, avtomatik çıxır ki, B, D də bərabərdir, B, Y olar. Deməli, isbat olundu. Bax, bu şəkildə. Deməli, 9-cu çalışma ilə davam edək. Çalışma 9. AC verilir. AC 20. BC 12. AC böl BO bərabərdir 2 böl 1. Olarsa 3 bucaq P 3 bucaq ADO bərabər sual. ADO 3 bucağının perimetrini tapın deyir. Şəkil 30-dur. Gəlin baxaq 30-cu şəklə. Bunu silək. AC. AC baxın bu 20-dir. Bizə verir. BC 12-dir. Və AC böl BO. AC böl BO. BO. AC böl BO. 2 böl 1 nisbətindədir. AC 2K'dır. BO da 1K'dır. Və bizdən nə istəyir? ADO 3 bucağının perimetrini. O zaman bura 1K'dırsa burada 1K olur. Bura AC 2K'dırsa burada K olur. Və bura 12'dirsə 12 üstə gəl 2K bərabərdir suala. Belə bir deyək. Və biz nə etməliyik? Bunun diagonalları bərabər oldusa, bu nə oldu? Aldıq ki, bu fiqurun diagonalları bərabərdir. Bu nə olmalıdır? Ya kvadratdır, ya düz bucaqlıdır. Diagonallar bərabər olduğuna görə. Gəlin baxaq görək. Deməli, burada AC 2K olduğuna görə 2K bərabərdir. AC-nin uzunluğu da 20-dir. Axı, bu 20-dir. K bərabərdir 10. Deməli, heç bu lazım deyil bizə. Deməli, K 10-dursa, deməli, AC 20, BO-muz neçə olar? BO-muz 1K'da 10 olar. BO 10 olmuş olar. BO 10'dur. BO 10'dursa, deməli, OD də 10 olur. Burada 10'dur. Burada 12 idi. Onda P bu B10'u yazaq 10. P 3 bucaq nəyi tapırıq? ADO bərabərdir 10 üstə gəl 12, o da 22. Bax, bu şəkildə almış oluruq.
9-cu çalışmanı. 10-cu çalışma ilə davam eləyək. Otuzuncu şəkilə aiddir. O da deməli AD-nin uzunluğu 18, PBOS 28-dir. P3 bucaq BOS 28-dir. AC-nin BO-ya nisbəti AC BO bərabərdir 3/2. AC 3K-dır. BO da 2K-dır. Olarsa AC parçasının uzunluğunu istəyir. AD də 18-dir. Burada 2K-dır. BO. AC parçasının uzunluğunu bizdən istəyir. BOC hanı? BOC budur. Bunun perimetrini bizə neçə verib? 28 verib. Bura 18 isə burada 18 olur. Baxın. Bura 3K-dırsa, AC başdan başa 3K-dırsa, AC, onda bura 1,5K olur. Burada 2K, 2K. Onda gəlin belə eləyək. 2K üstəgəl 1,5K üstəgəl 18 bərabərdir 28-ə. Bu olur 3,5K-ya. 28-dən 18-i çıxanda qalır 10. Bu 2-də 7K bərabərdir 10. 7K bərabərdir 20. K da bərabərdir 7-də 20. Belə bir əndrabani bir ədəd aldıq. Bir dəqiqə. Düzdür. Mən də 9-cu məsələyə fikrim getdi. AC 2K 18. Orada 18 olur. Düzdür. K-nı aldıq belə. Bizdən nə istəyir məsələdə? AC parçasının uzunluğunu. AC parçasının uzunluğu da 3K deyildi mi? AC bərabərdir 3K-ya. O da 3 vurulsun 7-də 20. O da AC bərabərdir 7-də 60. O da 8 tam 7-də 4. Bax, bu şəkildə almış olarıq. 10-cu sualla davam eləyək. 10-cu sual bitdi daha doğrusu. 11-ci sualla davam eləyək. Baxaq. Şəkil 31-ə aiddir. AB-nin CB-yə bərabər olduğunu bizə verir. AY baxın buradır. AY-ni başqa rənglə yazaq. AY-nin FC-yə bərabər olduğunu verir. YD-nin də DF-yə bərabər olduğunu verir. İspat edin ki, BD parçası YBF3 bucağının təm bölənidir. YBF3 bucağının təm bölənidir. Əgər deməli çalışma 11. Əgər AB bərabərdir BC olarsa, onda bucaq A bərabərdir bucaq C olar və bərabər yanlı üçbucaq olmuş olar. Bərabər yanlı üçbucaq olar. Biz buradan bilirik ki, AY bərabərdir FC-yə. Hətta YD-də bərabərdir DF olarsa, buradan çıxır ki, AD bərabərdir DC olar. O zaman AD median olmuş olar. Və median olmuş olar. Bu zaman bu median olanda nə olur? Həm də hündürlük. Niyə belə oldu? Həm hündürlük, həm təm bölən olmuş olar. Həm təm bölən.
olmuş olar. Bu tənböləni qəşəng yazaq, çünki bizdən tənbölən sözünü də istəyir də, tənbölən olmuş olar. Axı bu bərabər yanlıdır. Bərabər yanlı olanda hündürlük olursa həm median olur, həm tənbölən olur. Yəni hamısı üst-üstə düşür. Median, tənbölən, hündürlük. Ona görə də deyirik hündürlük tənbölən həm də mediandır. Median olarsa həm tənbölən, həm hündürlük olur. Yəni üçbucaq A, B, C-də AD tənbölən olmuş oldu. Həm də hündürlük oldu. İndi buradan görürəm ki, YD bərabərdir DF-dir. Median oldu, median. Həm də tənbölən idi, həm də tənbölən idi. Belə çıxır ki, bu üçbucaq GBF-də tənbölən olur, YBF-də də tənbölən olur. Deməli, isbat olundu. Bizdən bunu istəyirdi. Bu qədər uşaqlar. Sağ olun. Növbəti görüşlərdə görüşmək üzrə. Kanalımıza bəyənib abunə olmağı unutmayın ki, daha çox faydalı olaq. Bu bölmə biraz xoşuma gəlmədi. Bu bölmədə problemlər çox idi. Biraz yorucu oldu bu bölmə. Ümid edirəm ki, yenə də zəhmətimizi dəyərləndirərsiniz. Qarşılığını verərsiniz. Sağ olun, görüşərik.